Salam əziz məktəbli dostlar. Bugün səhifə 40-dakı tapşırıqları izah edəcəm. Təyin. Cümlələrdə altından xətt çəkilmiş sözlər hansı suala cavab verir? Həmin sözlərin cümlədəki rolunu, vəzifəsini müəyyən edin. Griffin bütün qəzetlər sizin sərgüzəştlərinizdən yazır. Yazır, nə edir, yazır. Nə qəzetlər? Hansı qəzetlər? Bütün qəzetlər. Burada bütün sözü hansı sualına cavab verir və cümlədə təyin rolunda çıxış edir. Hamı deyir ki, şəhərdə görünməz adam peyda olub. Necə adam? Görünməz adam. Birinci söz sifətdir. Üzr istəyirəm, birinci söz əvəzlikdir və təyin vəzifəsinə çıxış edib. İkinci görünməz sözü isə deməli fe'li sifətdir və təyin rolunda çıxış edib. Necə sualına və ya hansı sualına cavab. Necə adam peyda olub? Görünməz adam. Təyinin cümlədə rolu və ifadə vasitələri. İkinci dərəcəli cümlə üzvlərindən biri də təyindir. Təyin cümlədə isim və isimləşmiş sözlərlə ifadə olunan üzvləri izah edir. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Cümlədə təyin müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Sifətlə, axşamki konsert maraqlı idi. Maraqlı idi, nə konsert, hansı konsert? Axşamki. Bu sifətdir, amma cümlədə təyin olunur, çıxış edir və təyin də işarəsi, baxın, belədir. Mən biraz sərgəs çəkdim, dalğalıdır. Zərflə ifadə olunur. Yuxarı təşkilatlara müraciət etdik. Kimə? Təşkilatlara. Hansı təşkilatlara? Və nəyə? Təşkilatlara. Yuxarı. Hansı? Burada yuxarı, aşağı zərfdir və bura təyin rolunda çıxış edib. Sayla bulaqdan xeyli su götürdüm. Nə etdim, götürdüm. Nə su. Burada tamamlıqdır. Yəni suyu, nəyi deyə bilərik. Burada qırıq-qırıq xətt qoymuşam, sadəcə olaraq balacadır deyə söz görsənmir. Nə qədər su? Xeyli su. Burada xeyli sözü ismin əvvəlində gəldiyi üçün say olub. Oxuduğum kitab maraqlı idi. Maraqlı idi, nə? Kitab. Hansı kitab? Oxuduğum. Dığı, diyi şəkilçisi də bilirsiniz, fe'li sifət şəkilçisidir. Anama qızıl saat hədiyyə etdik. Qızıl, necə saat? Qızıl saat. Burada isim, siz bilirsiniz, qızıl, gümüş, bürünc, bu sözlər isimdir. Belə iş diqqət tələb edir. Necə iş? Belə iş. Elə, belə, bunlar əvəzlikdir. Söz birləşməsi ilə olimpiyadanın qalibi Sənubər mənim rəfiqəmdir. Mənim rəfiqəmdir. Kim? Sənubər. Hansı Sənubər? Olimpiyadanın qalibi. Burada isə üçüncü növ təyin söz birləşməsi ilə ifadə olunub. Cümlələrdə təyini seçin. İfadə vasitələrini müəyyən edin. Bu tədbirdə tanınmış yazıçılar iştirak edəcəklər. Deməli, iştirak edəcəklər. Kim? Yazıçılar. Hansı yazıçılar? Tanınmış. Fe'li sifətdir. Fe'li sifətli ifadə olunub. İştirak edəcəklər. Harada tədbirdə? Hansı tədbirdə? Bu tədbirdə. Burada isə deməli əvəzliklə ifadə olunub. Burada yazıram əvəzlik, burada isə f-s yazıram. Yəni fe'li sifətlə. Uşaqlar ad sərçələrə yem verdilər. Verdilər, nə etdilər, verdilər. Kim? Uşaqlar. Nə verdilər, nəyi verdilər, yemi verdilər. Tamamlıqdır, qeyri-müəyyən. Lik bildirən tamamlıqdır. Ay, üzrəm, tamam. Təsir. Ay Allah, alın gedib. Nəyi verdilər, yem verdilər. Burada olur tamamlıq. Mənim ağlım gedib təsirlik ala. Sərçələr, nəyə verdilər sərçələrə? Tamamlıqdır. Hansı sərçələrə? Ad sərçələrə. Burada isə sifətlə ifadə olunub. Tədbirdə milli rəqsə təqdim olunacaq. Harada?
tədbirdə nə təqdim olunur? Rəqslər, necə rəqslər? Milli rəqslər. Burada da sifətlə ifadə olunub. Beşikdə yatan körpə mənim bacımdır. Mənim bacımdır. Kim? Körpə. Hansı körpə? Beşikdə yatan. Və burada da ifadə olunub söz birləşməsi ilə. Qardaşıma dəri gödəkçə aldım. Aldım, nə etdim? Nə aldım? Nəyi aldım? Gödəkçəni aldım. Hansı gödəkçə və necə gödəkçə aldım? Dəri gödəkçə. Burada isimlə ifadə olunub. Burada söz birləşməsi. Burada isimlə. Qara bulud, birdən səmanı qara bulud örtdü, nə etdi, nə örtdü? Buludlar, necə buludlar? Qara buludlar. Burada isə sifətlə ifadə olunub. Hansı cümlədə təyin, söz birləşməsi ilə ifadə olunmuşdur? Kür çayı daşanda çətin vəziyyətə düşürük. Düşürük, nə edirik? Çətin vəziyyətə düşürük, nə edirik? Nə zaman Kür çayı necə vəziyyətə düşürük? Çətin vəziyyətə. Burada təyin sifətlə ifadə olunub. Kəndimiz uca dağların əhatəsində yerləşir. Nə idi? Yerləşir. Nə kəndimiz? Necə dağların əhatəsində yerləşir? Dağların əhatəsində yerləşir. Harada yerləşir? Dağların əhatəsində. Necə dağların? Uca dağların. Burada sifətlə ifadə olunub. Türkiyədə müalicə olunan dostum Bakıya qayıtdı. Qayıtdı, nə etdi? Kim? Dostum hara? Bakıya. Hansı dostum? Türkiyədə müalicə olunan. Burada isə deməli söz birləşməsi ilə ifadə olunub. Yəni fe'l birləşmə. Arxeoloqlar qədim insan məskənləri tapdılar. Tapıblar, nə ediblər? Kim arxeoloqlar? Nə insan məskənləri tapdılar? Hansı insan məskəni? Necə insan məskənləri? Qədim insan məskənləri. Burada sifətlə ifadə olunub. Cümlələrdə təyinləri müəyyən edin. Cümlələrdə təyinləri müəyyən edin. Onlara aid xüsusiyyətləri cədvəlin müvafiq sütunda yazın. Deməli, mən birincini izah eləyəcəm, sonra cədvəli ümumi göstərəcəm. Çalışqan və qabaqcıl şagirdlərə mükafat verildi. Çalışqan təyindir, qabaqcıl təyindir. Sualı necə şagirdlər və necə də yaza bilərsiniz, hansı da yaza bilərsiniz. İzah etdiyi cümlə üzvü kimə, şagirdlərə. Burada tamamlığı izah edir. İfadə vasitəsi sifətdir. Baxın bu şəkildə. Çalışqan necə ifadə etdiyi cümlə üzvü tamamlıq və sifət. İfadə vasitəsi sifətdir. Burada bişirdiyin tortu bütün uşaqlar çox bəyəndilər. Hansı tortu? Bişirdiyin tortu. Bişirdiyin və bütün sözü. Bişirdiyin hansı sualını da artıq verdi. İfadə etdiyi cümlə üzvü tamamlıq, yəni nəyi, tortu. İfadə vasitəsi dığı diyi, bişirdiyi tort, fe'li sifətdir. Bütün uşaqlar, bütün, hansı. İzah etdiyi cümlə üzvü mübtada və ifadə vasitəsi də əvəzlikdir. Bunu göstərim. Baxın burada. Düşünürəm ki, digər sözləri, məsələn, bugünkü hadisə hansı, məsələn, indi mən orada qayıdıb baxmamışam, nə yazıb bugünkü qəzetlər. Hansı bugünkü qəzetlər, deməli, qəzetlər sözünə aiddir və mübtədadır. İfadə vasitəsi də deməli sifətdir. Biz həmişə əsgərlərimizdən xoş xəbərlər gözləyirik. Xoş. Necə xəbərlər? Xoş xəbərlər.
Nəyi gözləyir? Xəbərləri tamamlıqdır. Sifətlə ifadə olunub. Birinci hansı tamamlığı ifadə edib və cümlə üzvü ifadə vasitəsi də saydır. Gəlin baxaq. Burada. Ustalar birinci avtomobili dünən təmir etdilər. Təmir etdilər. Kim? Ustalar nəyi? Avtomobili. Hansı avtomobili? Birinci avtomobili. Birinci təyindir. Sualı hansı? İzah etdiyi cümlə üzvü tamamlıqdır. İfadə vasitəsi də saydır. Diqqətinizə görə təşəkkür edirəm.